Hörmətli tamaşaçılar, Ağdamın düz mərkəzində məhz bu ərazi 6 hektarlıq bir mərkəzi park ərazisidir. Mərkəzi park ərazisi o qədər gözəl olacaq ki, necə deyərlər, bəlkə də öz gözəlliyinə görə nəinki Bakıdan, Avropanın bir çox ölkələrində, şəhərlərində olan parklardan da daha gözəl olacaq. Çünki bu parkın ərazisində sanki bir cənnət salınacaq. Burada həm inzibati binalar, həm köşklər, həm yaşıllıq zonası və eyni zamanda burada xüsusi bir fəvvarə keçəcək. İnsanın həqiqətən də zövqünə oxşayacaq və bütün ailələr və burada yaşayan ailələr məhz bu parkı görmək üçün hər gün burada gəzəcəklər, əylənəcəklər, asudə vaxtını səmərəli keçirəcəklər. Məhz mərkəzi parkın ərazisinə isə çay evi salıblar. Bu Ağdamın simvolu çay evi məhz mərkəzi parkın ərazisinə düşür. Dediyim kimi, mərkəzi park 6 hektarlıq bir ərazidə olacaq və bir ucu Ağdam Muğam mərkəzinin arxa hissəsinə kimi, digər ucu isə məhz bax burada gördüyünüz bu telekommunikasiya qovşağı ki var burada, hansı ki bu şəbəkə qovşağına qədər olacaq. Böyük bir ərazini əhatə edəcək. Burada bu park dediyim kimi mərkəzi bir hissədə yerləşir. Bir tərəfi ikinci yaşayış kompleksinə, digər tərəfi Ağdam City Otel və oradan Hilton Oteli də görürsünüz və eyni zamanda Ağdam Muğam mərkəzi və digər tərəf isə digər yaşayış kompleksini əhatə edir. Və dediyim kimi, bura əhatə olunan ərazi hər tərəfi yaşayış kompleksləri olacaq. 20 mindən çox əhali məhz bu mərkəzdə cəmləşəcək və bu park ona görə də ən çox istifadə olunan park olacaq. Parkın bu ərazisi isə Ağdam Cümə məscidinə baxır, düz qarşısında məhz çay evi də Ağdam Cümə məscidinin düz qarşısında yerləşəcək. Və Ağdam 1993-cü ildə işğal olunana qədər həmin bu simvol olan Ağdam çay evi necə olmuşdusa, layihə rəhbəri məhz həmin qaydada tikib Ağdamlara təhvil verəcək. Və bildiyim qədərilə aldığım məlumata görə bir il ərzində 2026-cı ilin sonuna kimi deyək, yəni bu digər yaşayış kompleksləri ki, hansı ki hazır olacaq və bura 20 mindən yaxın əhali köçürüləcək. Həmin vaxta qədər Ağdam çay evi də hazır olacaq və buraya ki bu qədər əhali köçəndə artıq çay evini görəndə həmin o 93-cü ilə qədər ki həyatlarına, həmin o anlara, o xatirələrə qayıdacaqlar. Və yenə də burada mənim müsahibim dediyi kimi burada həm çay veriləcək, həm xəngəl bişiriləcək və digər burada ləziz təamlar bişiriləcək və buranı işlədən adam nə xoşbəxt ona ki, burada köçən əhaliyə xidmət edəcək. Bu Ağdam çay evinin köhnə pilləkənlər olan hissəsidir. İndi mənfur düşmənlərimiz onun sadəcə çox az bir qismini saxlayıb, qalanı talan edib aparıblar. Bugün gözəl bir bizim Seyidli kənd sakini ilə qarşılaşdım Ağdam şəhərində. Elşən Məmmədovla qarşılaşdıq. Elə o da bizim kəndçimizdir. Mən bloger Orxan Şirinli, ondan xahiş etdim ki, bugün məhz bu çay evi haqqında olan xatirələrini bizimlə bölüşsün. Burada hansı xatirələriniz olubdur? Bu günləri Ağdamın işğalından azad olmasından 5 il keçir. Nə deyə bilərsiniz bu haqda? Həm Seyidli kənd sakini kimi, həm bir Ağdamlı kimi, Qarabağlı kimi. Bugün ən əziz gündür, Ağdamın azad olunma günüdür. Salamlayıram bütün Ağdamlıları, bütün Azərbaycanlıları. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bugün Ağdamın ən gözəl, məşhur yerlərindən birindəyik. Bəli. Məscidin qarşısındayıq. Çay evinin təməlini qoyubdular. Bəli, indi yaxınlaşaq zəhmət olmasa. Bugün çox qürur verici bir gündür. Çox gözəl. Çünki çoxdan da Ağdamlılar gözləyirdi ki, məhz çay evinin nə vaxt təməli qoyulacaq və
bu müasir Ağdam şəhəri qurulan zaman hər kəs gözləyirdi ki, o Ağdamın simvolu olan çay evi elə bu müasir şəhərimizdə də olsun. Yenə o köhnə xatirələri yada salsınlar. Bəli, bu həmin gündür. Çay evinin təməli qoyulubdur. İndi Olduğu kimi. Elşən Məmmədov, siz çay evi haqqında hansı xatirələriniz var? Asudə vaxtınızı burada necə səmərəli keçirdiniz? Bu barədə nə deyə bilərsiniz o vaxtki xatirələrdən? Valla çay evi en güzel killerden biriydi. Hı -hı. Burada xəngəl verirdilər, çay verirdilər. Uşaq vaxtı gəlirdik, burada otururduq. Salam vaxtı. Burada park var idi. Burada cəmaət yaşayırdı, millət var idi. Burada gözəl gəncliyimiz keçibdi. Təbrik edirəm bütün Azərbaycan xalqını. Bu Şükür, günləri bu çox günə şükür. əlamətdar bir gündür. Bu günlər çox əlamətdar gündür. Şükür bu günə. Siz hardan gəlmisiniz bu Mən- gün Ağdamı ziyarətə? Mən Bərdədə yaşayıram, Bərdədə Bərdədən yaşayırsınız. gəlmişəm. Bəli. Hə, İnşallah 5 yaşayış kompleksi tikilir. Bax, gördüm, həmin hə. yaşayış komplekslərindən ikinci yaşayış kompleksini sizə göstərə bilərəm. Bax, bu gördüyünüz əzəmətli binalar ikinci yaşayış kompleksini bizə göstərir. Həmən qarşımızda, çay evinin arxa tərəfində. İnşallah 5 yaşayış kompleksi tikildiyi zaman 20.000 əhali 2026-cı ilin sonuna kimi Ağdam şəhərinə köçüləcək ilkin olaraq. Və inşallah ki, biz Seyidli kənd sakinləri də həmin o 20.000 əhalinin içərisində olmaq istəyərik. Allah qoysa. İnşallah sizin də arzularınız həyata keçər, yenidən öz doğma yurdunuza qayıdarsınız. Şükür, bu günlərə şükür. Təşəkkür edirəm, çox sağ olun. Belə, sağ ol. Həmişə üzünüz gülsün, həmişə Sağ ol. Azərbaycan xalqı sevinsin, əmin-amanlıq olsun və bu günü bizə yaşadan cənab prezident İlham Əliyev cənablarına dərin minnətdarlığımızı bildiririk ki, Azərbaycan xalqının 30 il ərzində arzusunu gerçəkləşdirdi. Bizim şəhidlərimiz, qazilərimiz sayəsində bizim torpaqlarımızın hər bir qarışı işğaldan azad olundu. 2023-cü ildə antiterror əməliyyatı ilə başa çatdı və suverenliyimiz bərpa olundu. Minnətdaram bizim şəhid ailələrinə ki, elə gözəl övladlar böyütdülər, qəhrəman övladlar böyütdülər və onlar sinəsini qabağa verərək, ölümdən qorxmadan məhz bu torpaqları işğaldan azad etdilər. Çox sağ olun. Allah qazilərimizə can sağlığı versin. Minnətdaram. Yaşasın Azərbaycan xalqı. Qarabağ Azərbaycandır. Təşəkkür edirəm Çay evinin layihə rəhbərinə xüsusilə. Doğrudan da mən inanıram ki, məhz bu çay evi elə o 93-cü ilə qədər qoyub getdiyimiz, məcbur qoyub getdiyimiz və ermənilər tərəfindən talan olunan həmin o çay evi məhz olduğu kimi biz Ağdamlılara, Qarabağlılara təhvil verəcək. Mən inanıram ki, turistlər də, həm Azərbaycanlı turistlər, həm xarici turistlər də məhz bu simvolumuz çay evini görmək üçün ölkənin, dünyanın bir çox bölgələrindən buranı ziyarət eləməyə gələcəklər. İndi bax, mənə məlumat verdilər ki, bax bu çay evinin həmin o pilləkənlərin qalıntısıdır. Çay evinin, müasir çay evinin yanında belə bir xatirə lövhəsi olacaq və köhnə çay evindəki bu qalıntı da olduğu kimi saxlanılacaq bir xatirə kimi məhz ermənilərin vandallığını bildirən bir abidə kimi, necə deyərlər, burada həm xarici turistlərə, həm də yerli turistlərə göstəriləcək. Bəli, əziz Ağdamlılar, bugün hər birinizi inşallah burada xoşbəxt yaşamaq ümidi ilə bugünkü çəkilişimi çay evi ərazisindən yekunlaşdırıram. Çox sağ olun, var olun.